tarixlə müasirliyin, yeniliyin vəhdət daşıdığı bir şəhərdəyik. Avropada gördüyümüz ən böyük çaylardan biridir. Romada olduqsa hara gələ bilərik? Vatikandayıq. Və biz artıq Vatikan torpaqlarına giriş etmiş olduq. Sizcə bu ölkənin ərazisi nə qədər olar? 49 hektar. Bəli, səhv eşitmədiniz. Əhalisi isə 764 nəfərdir. Yəni dünyada əhalisinə görə ən kiçik dövlət hesab edilir. Bayrağı da sarı-ağ rəngdə olan bir bayraqdır. Yuxarıdan asılır. Və əsasən Vatikan kilsələri ilə dünyada tanınan bir ölkədir. İdarəçisi Roma papasıdır. Xüsusi Roma papasının göstərişi ilə idarə olunan bir dövlətdir. Deməli dostlar, 1929-cu ildə Vatikan İtaliyadan parçalanaraq bir müstəqil dövlət kimi fəaliyyətə başlayıb. Artıq 100 ilə yaxın müstəqil dövlət kimi fəaliyyət göstərir. Yəni bəli, şəhər dövlət statusunu daşıyır. Çünki bir şəhərdən ibarət olan bir ölkədir. İdarə heyəti Roma yepiskopu və Katolik kilsəsinin başçısı olan Papa tərəfindən idarə olunur. Kilsə və ya monarxiya dövləti kimi hesab edə bilərsiniz. Hal-hazırda bizim olduğumuz bu yerdə belə gördüyünüz böyük bir meydandır. Müqəddəs Pyotr meydan adlanır. Bu meydanda müəyyən vaxtlarda, xüsusilə də yeni il ərəfəsində Roma papası burada çıxışlar edir. İnsanlar buraya axışır. Papanın xeyir duasını istəyir. Gördüyünüz kilsə Müqəddəs Pyotr bazilikasıdır. Yəni kilsəsidir. Xüsusi tikilişinə görə, quruluşuna görə göz oxşayan bir kilsədir. Biz digər tərəflərə də keçə bilərik. Digər yerlərdən də baxıb görə bilərik. Ancaq Vatikanın əsas görüləsi yerləri məhz buradır. Bəli, Romaya gəldinizsə, İtaliyanın paytaxtı Romada oldunuzsa, həmçinin bu sizə şans yaradır ki, digər bir ölkəni də, dövləti də görə bilərsiniz. Belə böyük bir sıra var. Yəni siz də Müqəddəs Pyotr kilsəsinin, yəni bazilikasının içərisinə girmək üçün belə böyük bir sırada gözləməli olacaqsınız. Belə, bu videomuzu da burada yekunlaşdırıram. Bu yerlə də bağlı sizin də müəyyən qədər təəssüratlarınız oldu. Və qarşıdakı videolarda, digər videolarda görüşərik. Hələlik.